Bizim bu yaxınlarda Bakokros Akademiyasının Biznes İdarəçilik Akademiyası da fəaliyyətə başlayır. Əminəm ki, mən özüm burada sizə qulaq asıram. Belə qəşəng bir motivasiya gəldi məndə. Mən 70 nəfəri idarə edə bilirdim, amma 300 nəfəri idarə edə bilmirəm. Biz uğurlu satışları edə bilməsək, bizimsə pul gəlməyəcək. O nə deməkdir ki, bizim damarımızda qanımız olmayacaq. Bu da şirkətdə stabilliyə gətirib çıxartmayacaq. Yəni sənin bir kassavu dolduran məhsullar olmalıdır. Bizə də sahibkar kimi baxırlarsa, danışırsa, demək ki, o ana qədər gəlib çıxıbsa, doğru edib. Anlıq struktur dəyişiklikləri görürəm, aylıq struktur dəyişiklikləri görürəm. Bu yanaşmanıza görə mən maraqlıdır. Az sonra Albertçi deyir ki, qardaş, sən mənə yar deyilsən, mən də sənə yar deyiləm. Dur buradan çıx get. Xəzinədara maliyyə hesabatlarını hazırlamağını veriblər və yaxud da nə bilim satış elemanına ambardan hansısa bir operator işini ötürüblər ki, bu işi həyata keçirsin. Maliyyəçi CEO təyin olunandan sonra birinci sıxışdırdığı adam kommersiya direktoru olur. Reallıq. Mən izləyicilərə Sömür bəyi, Orxan bəyi, Sənan bəyi, Alim bəyi, yəni tədrislərini ən azından yaxında eğitim təlimləri olacaq, almalarını qəti tövsiyə edirəm. Mən çünki şəxsən özüm çox faydalandım. Siz özünüz də iştirak edəcəksiniz. Seymurdan. Mən özüm də, prosto mən özümü tərəfləmək doğru olmaz.